Danışabilirsiniz. Doğum günüdür. Belki doğum günün 31 yaşını cənnətdə qeyd Zəhmət tamaşaçılarımız var, səsiz danışarımız. Əgər siz gördüyünüz kimi nəsə buradadır. Bir sanatlı yaşamıştır, askerliğini çekmiştir. Hemşeyle vatandaşlarını hemşe bildirirdi. Hatta bir defa bana dedi ki, hem sizin üstünüze yazıldı bu yarım muharebe, birinci muharebenin. Nece gözürsünüz? Gelecekte nece gözürsünüz? Onun neyini ıslah değildiler. Annelerinden ıslah. Sonra iki defa kendimi gitti. Sonra deyəsən bir defa da gedib, deyiblər ki, gözdə çağıraq, işimiz çox. Bu vaxt akşam zat gəlib ki, səhər 6'da olarsınız komisarlar. O böyle dostlarıyla, tələbə yoldaşlarıyla görüşüb edib, oturublar həyətdə, deyib gülüblər ki, sabah deyiblər, belərlər. Elə də getdi, müharibə ölümün, hər bir oğlunun mövcud ki, vətən uğrunda yaxşılığımız. Bu da öz yaxşılığı. Allah'ın hiçbir nəfər hamısına eyni rəhmət edir. Yerləri cənnət olsun. Rahat yatsın. Bunlar hamısı birbirindən cəsarətlidir. Hamısı Sizlərə alacaqlarla Qardaşın arasında. Qardaşın vətənlə bağlı, vətən olmayan, vətəndə sevən, döyüşdən başlayan bu sahada döyüşlərə qatılmaq istəyir ki, vətən müharibəsi başlayan zaman aynı ilin kişindən istəyir döyüşlərə qatılsın, döyüşlərdə çox istəyir iştirak eləsin. Qanət çağırmasa da belə o istəyir ki, döyüşlər gedə-gedə o döyüşlərdə iştirak eləsin. Ve belə oldu ki, oktyabr ayının 9'unda qardaşım döyüşlərə qatıldı. Qəhrəmancasına oktyabr ayının 9'unda şəhid oldu. Həm də həkim. O deyir ki, biz o görürüz diye, o döyüş bölgesinde olanda bizim heç bir şəhidimizin deyir, üzündən müqəssir oldu. Hamısı nur var deyir. Hamısı deyir gülərizdən bilir. Hamısına deyir özüm görmüşəm. Hamısına deyir özüm görmüşəm. Hamısı deyir güləcək. Hamısına da deyir, belə deyək ki, cənnət qoxusuna gəlir. Ay orada qalsın, deyir, iyilənsin, bu söhbət olmur deyir. Hamısına cənnət qoxusuna gəlir. Allah hamısına rəhmət.